Dostlar, herkese salam olsun. Bugün sizlerle inzibati icraat hakkında qanundan sual-cavaba baxacağıq. Qeyd edim ki, 50 sual cavab olacaq. O zaman başlayaq birinci sualımızdan. Sual 1-də qeyd olunur ki, inzibat icraat haqqında qanunun əsas məqsədi nədir? Gəlin buna baxaq. İnzibati icraat haqqında qanunun əsas məqsədi insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaqdır. İkinci sualımıza baxırıq. Deyir, qanun inzibati orqanların hansı fəaliyyətinin əsaslarını müəyyən edir? İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyət. Üçüncü sual, qanunun müddəaları inzibati orqanların hansı digər fəaliyyətinə şamil olunur? Fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər hərəkətləri. Dördüncü sualımıza keçirik artıq. Burada qeyd olunur ki, inzibati orqan anlayışına qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki şəxslər daxildirmi? Bəli, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan sayılır. İnzibati aktın bəs əsas xüsusiyyəti nədir? Ümumi publik hüquq sahəsinə aid konkret məsələni həll etmək və ya hüquqi nəticələr yaratmaq. İnzibati icraata cəlb edilən maraqlı şəxs kimdir? Hüquqlarına və ya qanunla qorunan maraqlarına inzibati aktın təsir etdiyi hər hansı fiziki və yaxud da ki, hüquqi şəxs. Növbəti 7-ci sualımızdayıq. Burada qeyd olunur ki, maraqlı şəxs tərəfindən inzibati aktın qəbul edilməsi üçün təqdim olunan yazılı müraciət necə adlanır? Bu ərizə adlanır. Daha sonra 8-dəyik, inzibati şikayət subordinasiya baxımından hansı orqana verilir? Bu yuxarı inzibati orqana verilir. 9-da inzibati icraatın başlanması üçün hansı iki əsas səbəb ola bilər? Şəxslərin müraciəti və yaxud da ki, inzibati orqanın öz təşəbbüsü. Diskresion səlahiyyətlər inzibati orqana hansı hüququ verir? Bu isə mümkün qanuna uyğun qərarlardan birini seçmək hüququnu verir. Növbəti suala baxırıq artıq 11-də konkret icraatın təşkili və ya həyata keçirilməsi ilə bağlı qəbul edilən akt necə adlanır? Bu isə aralıq inzibati akt adlanır. Maraqlı şəxs hüququndan məhrum edən və ya maraqlı şəxsin üzərinə vəzifə qoyan akt necə adlanır? Bu isə əlverişsiz inzibati akt adlanır. İnzibati icraat haqqında qanunun hansı fəaliyyət növünə şamil olunmur? Daha doğrusu, bu qanun hansı fəaliyyət növünə şamil olunmur? Cinayət prosesual fəaliyyətə və inzibati xəcalara dair işlər üzrə fəaliyyətə. Ələt azad iqtisadi zonasında inzibati icraat hansı qanunla tənzimlənir? Bu isə elə adına uyğun olaraq Ələt azad iqtisadi zonası haqqında qanun ilə tənzimlənir. 16-cı sual, müraciətə baxılması zamanı inzibati orqanın öz səlahiyyəti ilə bağlı vəzifəsi nədir? Səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etmək. İnzibati orqanlar arasında adiyyət mübahisələrini kim həll edir? Yuxarı inzibati orqan və yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya. 18-də inzibati orqan digər orqanın müraciət əsasında nə göstərməyə borcludur? Hüquqi yardım göstərməyə borcludur. 19-cu sualdayıq. Burada qeyd olunur, ümumi qaydada hüquqi yardım müraciətə daxil olduğu gündən neçə gün ərzində təmin edilməlidir? 15 gün müddətində. Hüquqi yardım göstərilməsi müddəti ən çox neçə gün uzadıla bilər? Bu da 15 günə qədər. Hansı halda inzibati orqanların bir-birinə yardımı qarşılıqlı hüquqi yardım sayılmır? Subordinasiya baxımından tabelik münasibətlərində olduqda. İnzibati orqan hansı halda zəruri sənədlər üçün hüquqi yardım müraciəti edə bilər? Sənədlər müraciət edilən digər inzibati orqanın sərəncamında olduqda. İnzibati orqan hansı halda hüquqi yardım göstərməkdən imtina edə bilər? Tələb olunan tədbirlər onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda. Növbətiyə baxaq, hüquqi yardımın göstərilməsi orqanın funksional vəzifələrinin icrasına mane olarsa nəticə nə olur? İnzibati orqan hüquqi yardım göstərməkdən imtina edə bilər. Növbəti, inzibati orqan hansı halda hüquqi yardım göstərməyə borclu deyil, başqa orqan daha sadə üsulla və yaxud daha az məsrəflə yardım göstərə bilərsə.
Hüquqi yardımdan imtina barədə məlumat neçə gün ərzində verilməlidir? Müraciət daxil olunduğu gündən 3 gün müddətində. Hüquqi yardımdan imtina ilə bağlı yuxarı orqana şikayət verildikdə qərar neçə günə qəbul edilir? Bu isə 5 gün müddətində olacaq. Hüquqi yardımla bağlı xərclər hansı məbləği keçdikdə müraciət edən orqan tərəfindən ödənilir? 22 manatdan yuxarı olduqda. İnzibati orqan hansı sənədlərin surətini təsdiq etmək hüququna malikdir? Özü və ya ona tabe olan orqan tərəfindən qəbul edilmiş sənədlərin. Məzmunu dəyişdirilmiş sənədin təsdiq olunmasına yol verilirmi? Xeyr, məzmunu dəyişdirilmiş və ya bütövlüyü pozulmuş sənədin təsdiqi qadağandır. Sənədin surəti təsdiq edilərkən vərəqdə hansı qeyd mütləq olmalıdır? Surətin əsli ilə düz olması barədə qeyd. Sənədin təsdiq olunmuş surətinin hər səhifəsində hansı rekvizitlər olmalıdır? Vəzifəli şəxsin imzası və möhür olmalıdır. İnzibati icraat hansı beynəlxalq sənədlərdə nəzərdə tutulmuş prosessual təminatlar əsasında həyata keçirilir? Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr. Qanunçuluq prinsipinə görə inzibati orqanlar şəxsin hüquqlarına hansı hallarda müdaxilə edə bilərlər? Yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada. Bərabərlik prinsipi bəs nəyə qadağan edir? Eyni faktiki hallara malik işlər üzrə müxtəlif qərarların qəbul edilməsini. İnzibati orqan diskresion səlahiyyətləri necə həyata keçirməyə borcludur? Eyni üsulla və yaxud da ki, eyni qaydada. 37-dəyik, daha doğrusu 34 idi, bu təkrar oldu. 37-yə baxaq. Etimad hüququnun qorunması prinsipi nəyi müdafiə eləyir? Şəxslərin inzibati praktikaya və səlahiyyətli orqanların vədlərinə olan inamını. Mövcud inzibati praktika hansı halda yeni praktika ilə dəyişdirilə bilər? Yalnız ictimai maraqların tələb etdiyi hallarda. Şəxsin etimad hüququnun yaranması üçün inzibati orqanın vədi hansı formada olmalıdır? Yalnız yazılı formada. Şəxsin etimadı hansı hərəkətlərə əsaslana bilməz? Qanunsuz hərəkətlərə. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar nəyə uyğun olmalıdır? Bu isə həmin səlahiyyətlərin məqsədlərinə uyğun olmalıdır. Formal tələblərdən sui-istifadənin qadağan olunması prinsipi nəyi nəzərdə tutur? Yalnız formal tələblərə əməl olunması üçün şəxslərin üzərinə öhdəlik qoyulmasını qadağan edilməsini. Sənədlərdə aşkar yazı və hesab səhvləri sənədi qəbul etməkdən imtina üçün əsas ola bilərmi? Xeyr, aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə imtina qadağandır. Hüququn tətbiqindən imtinanın qadağan olunması prinsipinə görə orqan normanı nə zaman tətbiq etməlidir? Maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda. Mütənasiblik prinsipinə görə müdaxilə tədbirləri nə ilə uzlaşmalıdır? İnzibati orqanın güddüyü qanuni məqsədlə. Mötəbərlik prezumpsiyasına görə təqdim olunan sənədlər nə zaman mötəbər hesab olunmur, onların həqiqətə uyğun olmadığı sübuta yetirildikdə. 50-ci sualımız mötəbərlik prezumpsiyasına görə təqdim olunan sənədlər nə zaman mötəbər hesab olunmur? Bu deyəsən təkrar sualdır, bəli. Artıq təkrar sual idi, 50-ci suallar. Və belə dostlar, 50 sualın cavabını sizlərə təqdim etmiş oldum. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.